Deməli, bu gün şeytanın Adəmi və zövcəsini cənnətdən necə qovulmasını, niyə qovulmasını istəməsini, niyə istədi ki, o oradan qovulsun və onun məqsədi o meyvəni yedirtmək idi, yoxsa sadəcə yedirtmək idi, yoxsa o meyvənin yedirdib onların qovulmasında səbəb nə idi? O onlara nə hilə qurmuşdu, nə istəyirdi, məqsədi nə idi, o haqda danışacağıq ki, düzdür, indi bir çox insanlar bilir bugün Adəm haqqında əhvalatı, zövcəsi haqqında, yəni onlar cənnətdən necə oldu, qovuldular və bir cürbəcür filmlər, hocalar bu haqda danışır, kitablar var, oxuyurlar. Amma mən bu gün fərqli olaraq sadəcə Allahın ayələrindən istəyirəm bu mövzumu çatdırım ki, yəni çünki bəziləri bir çox şeyləri üstünə qoyurlar, bir çox şeyləri üstündən götürürlər. Çünki əlavələr olur ondan sonra və belə şeylər. Yəni mən istəyirəm ki, sırf Allahın özü necə nəql eləyirsə bizə, necə izah eləyirsə, necə öyrədirsə, biz onu başa düşək ki, niyə bu əhvalat ümumiyyətlə necə olub. İndi deməli Adəm haqqında Quranda bir çox mövzular var. Təkrar görsənə bilər. Məsəl üçün Musa haqqında görərsən ki, Quranı oxuyanda, başdan ayağa oxuyanda, bir də görərsən ki, bu surədə də Musa haqqında eyni əhvalat gedir, başqa surədə də eyni əhvalat gedir və təkrarlanır. Düşünə bilərsən ki, bu səbəb nədir, niyə bu qədər təkrar? Mən bunu oxumuşdum da, artıq bu vardı. İndi niyə burada bu mövzunu yenə təkrar eləyir Allah? Yəni, məqsəd nədir? Birinci onu demək istəyirəm ki, Quranda heç bir təkrar yoxdur. Əgər bir mövzu haqqında 2, 3, 5 yerdə təkrarlanırsa, danışılırsa, orada, məsəl üçün, Musa haqqında əgər bir mövzu gedirsə, orada başqa bir istiqamətə cəlb eləyir Allah mövzuda, başqa bir mövzuda, başqa surədə, başqa bir istiqamətə yönəldir. Yəni, məsəl üçün, şirk barəsində çoxdur mövzular Quranda. Amma şirk barəsində bir yerdə danışır ki, şirk mövzusu böyük mövzudur. Bir yerdə danışır ki, insanlar daşlara, bütlərə səcdə edirlər. Bir şirk qoşurlar Allaha. Bir yerdə danışır ki, rəsullara, peyğəmbərləri Allaha şirk qoşurlar. Bir yerdə danışır ki, öz nəfslərini şirk qoşurlar, şərik qoşurlar Allaha. Bir yerdə, başqa yerdə danışır ki, evladlarını şərik qoşurlar. Yəni ki, şərik deyəndə dərhal mən bilirəm bu mövzunu. Bu şirk qoşmaq, yəni bir daşı, bir taxtanı yontub, onu bir formaya salıb, onu səcdə eləməkdir. Onu da mən eləmirəmsə, o mənə aid deyil, vəssalam, deyil. Şirk mövzusu, Allaha şərik mövzusu geniş bir mövzudur və bu haqda Allah bir çox yerlərdə hissə açıqlayır ki, insan tam şəkildə başa düşsün ki, Allaha şərik qoşmaq nə deməkdir. İndi burada da Adəm haqqında, zövcəsi haqqında, cənnətdən qovulması haqqında görərsiniz ki, 2-ci surədə də mövzu keçir, 7-ci surədə də mövzu keçir, başqa surələrdə də mövzu keçir. Amma hərəsinin öz yəni nəyə cəlb edir? Biri, məsəl üçün, meyvəyə necə yaxınlaşdılar, necə onları yoldan çıxartdı, digəri necə yerə qovuldular və orada Adəm necə müraciət etdi, Allaha nə ilə müraciət etdi, başqa yerdə başqa bir mövzudur. Yəni, hər bir mövzunun özünə dair hikməti var ki, Allah onunla insanın beynini daha da genişləndirir ki, insan mövzuya obyektiv öyrənsin baxmağa, sadəcə bir tərəfli yox. İndi biz burada bir Allahın ayəsi, 7-ci surənin 26-cı ayəsində Allah buyurur ki, ey Adəm oğulları, ya bəni Ədəmə qəd ənzəlnə əleykum libəsən. Burada deyir ki, ey Adəm oğulları, sizə bir libas endirdik ki, ayıb yerlərinizi örtər, həmçinin bəzəkli bir libas. Təqva libası isə və libasu təqva zalikə xayrə. Daha xeyirlidir. Təqva libası daha xeyirlidir, Allah buyurur. İndi, bu Allahın ayələrindəndir ki, bəlkə onlar nəsiyyətə qulaq asınlar. Ey Adəm oğulları, şeytan sizi də aldatmasın, necə ki, valideynlərinizi cənnətdən qovdurmuşdu. Onların libasını soyundurmuşdu ki, ayıb yerlərini özlərini göstərsin. Şübhəsiz ki, o və onun cəmaatı sizləri görürlər, sizin onları görə bilməyəcəyiniz yerdən. Biz şeytanları inam gətirməyənlərin dostları etdik. Onlar ədəbsizlik etdikləri zaman deyirlər ki, atalarımızı belə gördük, bunu bizə Allah əmr etmişdir. De, şübhəsiz ki, Allah ədəbsizliyi əmr etməz.
Allah'a karşı bilmediğiniz şeyleri mi deyirsiniz? Biz bu ayet hakkında ben indi bütün bu bir neçə ayəni oxudum, amma ki buradan mənə elə gəlir ki, bir ayəni ancaq elə mən çatdırmağa imkanım çatacaq. Əgər çatdırmasam da bunu birinci, ikinci hissə kimi olaraq iki hissəyə bölərəm bu roliki ki, birinci hissə, ikinci hissə ki, mən heç olmasa bir ayənin üzərində tam çatdırıb sizə çatdıra bilim. Deməli, gəlin belə bir mənzərəni birinci bir görək, təsvir eləyək nə deməkdir. Deməli, Adəm zövcəsi ilə gəlir girir cənnətə. Allah onları cənnətə salır, yaradır, salır və deyir ki, burada istədiyiniz meyvələrdən istədiyiniz qədər yeyin, için sizə burada nə aclıq, nə isti, nə bir, yəni heç bir probleminiz yoxdur, heç bir aclıq, heç bir sıxıntı, heç bir şey yoxdur. Siz burada yeyin, için sadəcə bir ağac vardı ki, onun meyvəsinə deyir, yaxınlaşmayın. Bir ağacın meyvəsinə yaxınlaşmayın. İndi orada da şeytan ki Allah Adəmə xəbərdarlıq eləmişdi zövcəsi ilə ki, şeytan sizin düşməninizdir, ondan uzaq durun. Buna baxmayaraq şeytan da həmin o cənnətdə o Adəmin dövrəsində idi, oradaydı. Və başladı nə etməyə? Vəsvəsə eləməyə. Vəsvəsə eləyib yaxınlaşırdı ki, onu oradan yoldan çıxarda bilsin. Onun məqsədi o meyvəni yedirtməkdir. İndi orada dərhal Adəm girdi, zövcəsi ilə yeyib içirdi, bir də gördü ki, ağac çıxdı qarşısına, tez gəldi ağacın yanına, şeytan da dedi ona ki, vəsvəsə elədi, get, oldu, getdi. Yox, elə olmayıb mövzu. Mövzu elə deyil. Yəni Allah bizə izah edir ki, şeytan ilk öncə vəsvəsə edir. Vəsvəsə eləmək də o demək deyil ki, gəlir oturur sənin yanında başlayır sənə deməyə ki, falan şeyləri sənə deyirsən ki, baş üstə eləyərəm. Sənə bir vəsvəsə gələndə sən dərhal deyirsən ki, məsəl üçün, Əuzubillahiminəşşeytanirracim. Lənətlənmiş şeytandan Allaha sığınıram. Və o vəsvəsə, o da şeytan da nə edir? Deyir, hə, oldu, yaxşı. Çıxdı getdi. Vəsvəsə bir yerdə durub beynimi xərab edib demək deyil. Vəsvəsə bir şey deyib çıxıb getməkdir. Göstərib getməkdir, deyib çıxıb getməkdir. Və o səbirlə gözləyir. Vəsvəsə verir, gedir, verir, gedir. Hətta sən elə bir şey vəsvəsə verər ki, sən deyirsən ki, 100 ildə qalsa mənim ağlıma gəlməz, mən bu şey eləmərəm. Amma o vəsvəsə ki, eləyib çıxır gedir, o deyir ki, mən bilirəm sən eləməzsən dərhal. Amma mən sənin bunu beynivə yavaş-yavaş tədriclə yürüdəcəm. Yürüdəcəm və gəlir, vəsvəsə eləyir, çıxır gedir. Gəlir, vəsvəsə eləyir, çıxır gedir. Bu proses, məsəl üçün, belə deyək də, bir kinoya baxırsınız, bir verilişə baxırsınız, bir də görürsünüz ki, bir də reklam çıxdı ortaya. Bir vəsvəsə elədi, o reklamın əgər dərinliyinə geçsiniz, baxsınız, kötüyünə, kök şeyinə, mənasına, sözünə baxıb görəcəksiniz ki, vəsvəsə sözündən törənib. Yəni ki, o da neynir? Bir vəsvəsə eləyir, gəl məsəl üçün səni göstərir hər hansı bir içkini, ya deyək kolanı, ya hər hansı bir neyməti göstərir sənə, yox olur, göstərir sənə, yox olur. O sənin beynivə istər-istəməz şuuraltı yüklənir, yeridilir ki, sənin bu yaddaşında zamanla yavaş-yavaş başlayıb qalmağa. Və sən sabahları səndən bir içki haqqında, hansısa bir neymət haqqında bir söz soruşsalar, dərhal, yaxud yadıma düşsə istəsən, dərhal birinci həmin o daimki vəsvəsə edirdilər sənə ya reklamda. O dərhal yadıma düşəcək. Sənə bir kəlmə desələr ki, hər zaman dərhal deyəcəksən ki, Coca-Cola, məcburi. İstər-istəməz beynivə gəlib o girəcək. Çünki o qədər vəsvəsə, o qədər reklamla vəsvəsə olunur ki, artıq sənin bu şuur altı yüklənir, gəlir, həkk olunur beynivə və sən artıq ona həbs olunursan, qalırsan. İndi bu ilə də belə Allah Quranda başqa yerdə deyir ki, və şeytan Adəmi yavaş-yavaş dələlə, zəlalətə saldı. Dələlə, ədlə sözü kökündən törənən bir sözdür. Ki, onu ərəblər ona vedrə deyirlər. Vedrəyə deyirlər. Ki, məsəl üçün vedrəyə ipi bağlayırlar, atırlar tutağın quyuya. Quyudan başlayırlar yavaş-yavaş nə etməyə? Suyu çəkməyə. O ədlə dəlvəhum sözünü orada işlədirlər ki, onlar başlayırlar ki, yavaş-yavaş çəkməyə onu, o su vedrəsini. Ona o sözə deyirlər ki, ədlə dəlvəhum. Ədlə dəlvəhum, yəni yavaş-yavaş vedrəni çəkmək. İndi dələlə də oradandır ki, şeytan dərhal səni yoldan çıxartmır. Yavaş-yavaş, saatlarla, günlərlə, zamanla, aylarla, hətta illərlə səndən əl çəkmədən gəlib sənə daim vəsvəsə eləyəcək ta ki öz məqsədinə çatana qədər ki səni oradan yoldan çıxartsın. Alimlərin bir eksperimenti var. Qurbağanı götürüb salırlar, atırlar qaynar suyun içinə. O qaynar suyun içindən qurbağa dərhal sırıyır çıxır. Amma qurbağanı götürüb soyuq suya salırlar və altını yandırırlar. Başlayırlar o suyu yavaş-yavaş, asta-asta qızdırmağa.
və onu yavaş-yavaş zamanla, asta-asta qızdırdıqca qurbağa da heç hiss eləmir ki, o yavaş-yavaş su qızışır və yanır. Və o qurbağa orada pişiyib, yanıb, ölənə qədər o sudan çıxmır. Çünki özü də hiss eləmir. Proses o qədər yavaş gedir ki, qurbağa o istiliyi hiss eləmir və yanır, orada ölür. Pişir ölür. İndi şeytanın da məqsədi insanı yavaş-yavaş da olsa əl çəkmədən onu yoldan çıxartmaqdır. Və indi şeytanın gəlib o cənnətdə Adəmə bir vəsvəsə eləyir, iki vəsvəsə eləyir. Vəsvəsə də nədir? Nədən ibarət olur? Vəsvəsə ondan ibarət olur ki, yaxınlaşır ona deyir ki, sən istəmirsən ki, mələk kimi olasan, mən sənin gözəl məsləhətçilərindənəm. Etibarlı, gözəl məsləhətçilərindənəm. Mən istəyirəm ki, sənə gözəl bir məsləhət verim, sən də o məsləhətdən faydalanıb özünə xeyir əldə edəsən. O da nə idi o məsləhəti? O meyvədən ye, yəsən əbədiyyən olacaqsan, heç vaxt ölməyəcəksən və yaxud da ki, sən mələkə çevriləcəksən. Bunu getdi, gəldi, dedi, getdi, gəldi, vəsvəsə elədi, getdi, gəldi, dedi, vəsvəsə elədi və axır əvvəl o qədər dedi ki, o qədər yavaş-yavaş dartdı, əl çəkmədi ki, günlərin bir günü, çünki insanın, ola bilər şeytan vəsvəsə eləsin və yaxud insan, mən məsəl üçün gəlib deyə bilərəm sənə ki, dur gedək gəzməyə, sənin nastroyun olmaz, deyərsən ki, yox gedmərəm. Başqa gün gəlib deyərəm ki, dur gedək gəzməyə, deyərsən ki, yox, xəstəyəm, gedə bilmərəm. Bir vaxt gəlib deyərəm ki, gəl gedək gəzməyə, təzdən. Sən yenə deyə bilərsən ki, yox, bugün işim var, gedə bilmərəm. Bir gün keyfin elə bir kök ola bilər ki, elə bir halda ola bilərsən ki, mən sənə elə heç məni görəndə ehtiyac yox deyib sən gedək, mənə deyərsən ki, sən gəzməyə deyirdin, gəl gedək. İndi o gözləyir sənin momentivi tutsun. Momentivi tutsun. Elə bir moment var ki, insanın halında. İnsan sözü, qəlb sözü, insan həm unutqan deməkdir, həm də qəlb sözünün mənası, ərəb dilindən bir mənası, dəyişkən deməkdir. Bir yerdə dayanmayan, dəyişir, tez-tez dəyişir. Sən bir halında daim dayana bilmirsən, tez-tez başlayırsan dəyişməyə. İndi o sənin qəlbivin elə bir halını gözləyir ki, nastroyenivin, xasiyyətivin, düşüncələrin, halının elə bir momentini gözləyir ki, sən həmin momentə gələsən ki, sən onun o vəsvəsəsinə reaksiya verəsən. Elə bir moment ola bilər ki, sən dayanmışsan, imanın şişmiş bir halda, güclü bir halda, enerjik halda, Quran oxumusan, namaz qılmışsan, din, zikri eləmişsən, gözəl bir əhatəsə, şeytan sənə gəlib vıs vəsvəsə elədi. Deyərsən, cəhənnəm olar, sən nə danışırsan? Bu vəsvəsəyə elə bir reaksiya verərsən ki, ona heç deyərsən ki, heç yaxın gəlmərəm o şeyə. Amma o deyir ki, sən indi bu haldasan yaxın gəlməsən. Mən sənin səhv, mən sənin şəhvətli, mən sənin ehtiraslı, mən sənin başqa bir halında sənə yaxınlaşacağam. Səni onda mən səbirlə, sənə yavaş hər zaman tez-tez gələcəm. Axır əvvəl mən sənin momenti tutacağam. İndi o momenti şeytan, iblis tutdu və gəldi, başladı vəsvəsə eləməyə kimə? Gəldi Adəm və zövcəsinə vəsvəsə eləməyə. İndi ki, vəsvəsə elədi, onlar da o vəsvəsəyə uyub, neynədilər? O meyvədən dərdilər və dadıb yeməyə başladılar. Yeməyə başladılar və burada nə baş verdi? Aman Allah. Allah deyir ki, və orada onların ayıb yerləri deyir, göründü. İndi ayıb yerləri göründü burada nə deməkdir? Bu çox böyük bir mövzudur, çox geniş bir mövzudur. Mənim vaxtım qutarırdı ya. İndi mən ona görə tam bu videoyu yerləşdirə bilməyəcəm. Bunu iki hissəyə böləcəm ki, həm bu hissəni burada, ikinci hissəni də ki, ola bilər ki, bugün, ola bilər ki, sabah ya birisi gün mən ikinci hissəni də yerləşdirərəm ki, bu ayəni tamamlayayım ki, onlar yeyəndə ayıb yerləri göründü nə deməkdir? Yəni ayıb yerləri göründü, onlar da ağacın yarpaqlarına dərhal başladılar öz üstlərini örtməyə. Məgər Adəmlə zövcəsindən başqa orada insan vardı ki ya, onlar kimdən utanırdılar? Niyə ayıb yerlərini örtməyə başlayırdılar? Mələkdir, gözə görünmür. İnsan da onlardan başqa heç kim yox. Təsəvvür eləyin, Amazonka meşəsi, içində ağaclar, bir ağac var ki orada sizə yasaq qoyulub ki, olmaz yemək. Oradan yiyirsiniz, bir sən bir zövcən, heç kim yoxdur. Ayıb yeri göründü və dərhal başladılar örtməyə. Nədən örtürdülər? Kimdən örtünürdülər? İnsan da yox, ilk insan onlar idilər. İndi bu mövzunu ikinci hissədə biz daha geniş baxacağıq ki, onlar nədən örtülüb, nədən utandılar və nə onların gözlərinə nə göründü. O haqda danışacağıq inşallah.